Əməkdar artist Cabir İmanovun idman zalında yıxıldığı görüntüləri yayılıb. Yeni Sabah.iz məlumat verir ki, videoda Cabir İmanovun idman zalına daxil olduğu və bir müddət kənarda əyləşdiyi görünür. Daha sonra əməkdar artist qəfildən yıxılır və ətrafdakılar ona kömək etməyə çalışsalar da, Cabir.İmanovun həyatını xilas etmək mümkün olmur. Əməkdar artist Cabir İmanovun ürək tutmasından vəfat etməsi cəmiyyətdə narahatlıq yaradıb. Xüsusilə idman zallarında qəfil ölüm və infarkt hallarının artması diqqət çəkib. Bir qisim düşünür ki, idman zallarında istifadə edilən və enerjini artıran xüsusi içkilər belə faciəli hadisələrə səbəb olur. Başqaları isə hesab edir ki, müəyyən yaşdan sonra orqanizmin dözümlülüyü azalır və nəticədə bu ölümə yol aça bilir. İdman zallarında qəfil ölümlərin artmasının əsas səbəbi nədir? Konkret.az məlumat verir ki, Globalinfo.az-a danışan tüp elmləri doktoru, ürək-damar cərrahı deputat Rəşad Mahmudov bildirib ki, məsələnin kökündə bir neçə amil dayanır. Onun sözlərinə görə, gizli ürək-damar xəstəlikləri bu halların əsas səbəblərindəndir. Bəzən gənc yaşlarda heç bir şikayəti olmayan şəxslərdə belə anadan gəlmə ürək qüsurları və ya ritm pozğunluqları mövcud olur. Ağır fiziki yüklənmə vaxtı bu gizli problemlər qəfil ölüm riskini artırır. Daha yuxarı yaş qruplarında isə damarların tutulması, yüksək təzyiq və şəkərli diabet kimi risk faktorları ön plana çıxır. İkinci mühüm amil isə enerji içkiləri və idman əlavələridir. Bu məhsulların tərkibində yüksək miqdarda kofein, taurin və stimulyator təsirli maddələr olur. Onların istifadəsi ürək döyüntülərini sürətləndirir, təzyiqi qaldırır və aritmiyaların yaranmasına zəmin yaradır. Ağır məşqlə birlikdə qəbul edildikdə bu içkilər qəfil infarkt və ürək dayanması riskini artırır. Mahmudov qeyd edib ki, üçüncü mühüm faktor həyat tərzində qəfil dəyişiklikdir. Uzun müddət passiv həyat sürən, az hərəkət edən və ya zərərli vərdişlərə malik şəxslərin birdən-birə intensiv idmana başlaması bəzən faciəvi nəticələr doğura bilir. Orqanizm alışmadığı yüklə üzləşir, damarlarda mövcud, lakin sakit qalan aterosklerotik yığıntılar qoparaq damar tutulmasına səbəb ola bilir. Bu isə qəfil infarkt və ya ölüm riskini yüksəldir. Mütəxəssis qeyd edib ki, bunların qarşısını almaq üçün bir neçə vacib qaydaya əməl etmək lazımdır. İdmanla məşğul olmadan öncə ürək müayinəsindən keçmək, enerji içkiləri və mənşəyi məlum olmayan əlavələrdən uzaq durmaq, idman yükünü tədricən artırmaq, birdən-birə ağır məşqlərə başlamamaq bu sırada yer alır. Həmçinin şəxsi sağlamlıq vəziyyətinə uyğun fərdi idman proqramı seçməliyik. Nəticə olaraq idman sağlamlıq üçündür, ancaq yanlış yanaşmayla qəfil təhlükəyə çevrilə bilər. Sağlam həyat tərzinə keçid mütləq tədrici, nəzarətli və şüurlu şəkildə olmalıdır.